Hər birinizi salamlayıram dəyərli abituriyentlər, şagirdlər və müdavinlər. Bugünkü YouTube izah videomuzun ikinci hissəsi Qədim Roma dövlətidir. Hansı ki, bir çoxlarımız həm Qədim Romada, həm Qədim Yunanistan dərslərində olduqca problem yaşayırıq. Çünki dərsin həcmi çox və baş verən hadisələrin sayı isə elə həcmi qədər çoxluq təşkil edir. Ona görə də YouTube izah videomuza diqqətli şəkildə qulaq asaq, qeyd dəftərlərimizi yanımıza götürək və Roma dərsini bu YouTube izah videosundan sonra bir dəfə oxuyub tamamilə yadımıza saxlayaq. Gəlin indi keçək YouTube izah videosuna. Deməli, söhbət gedir Qədim Romadan. Qədim Roma Apennin yarımadasında yerləşir. Buranı Yunanlılar İtaliya, yəni buzovlar ölkəsi adlandırırlar. Roma dövlətinin, Roma şəhərinin salınmasının əfsanələri var və bir çoxlarınız bu əfsanəni bilirsiniz ki, hansı ki canavar tərəfindən mi deyək, qurd tərəfindən mi deyək, böyüdülmüş iki qardaşın əfsanəsinin sonunda Roma şəhəri salınmışdı. Ona görə də Romanın tarixçiləri 753-cü ildən etibarən başlayır və dövlətçilik tarixi isə 3 hissəyə bölünür. Hansılardır? Eradan əvvəl 753, eradan əvvəl 509-cu illəri əhatə edən padişahlıq dövrü. Padişahlıq. Eradan əvvəl 509-cu ildən eradan əvvəl 27-ci ilə qədər davam edən Respublika dövrü. Eradan əvvəl 27-ci ildən eramızın 395-ci ilinə qədər davam edən imperiya dövrü. Yəni, dövlətin idarəetmə formalarına, ərazi vahidlərinə görə biz Roma tarixini 3 dövrə bölmüş oluruq. Köhnə kitablarda Respublika quruluşunun bitməsi 30-cu il, imperiyanın başlaması isə 30-cu il kimi göstərilirdi. Lakin yeni verilən məlumatlara görə bu illər 27-ci il olaraq düzəliş edilibdir. İndi gəlin biz padişahlıq dövründən başlayaq. Əslində padişahlıq dövründə çox da bir hadisə yoxdur. Biz padişahlıq dövründə əsasən Romanın vətəndaşları, əhalisi haqqında məlumat veririk. Padişahlıq dövrü və Romanın əhalisi. Romanın əhalisi iki hissəyə bölünür, patrislər və plebeylər. Əhalimiz iki hissəyə bölünür. Biri patrislərdir, digəri isə plebeylər. Patrislər, belə desək ki, buranın yerli əhalisidir, yuxarı təbəqədir. Patris sözünün mənası ata deməkdir, yəni kök bunlardan gəlir. Plebeylər isə patrislərdən sonra bura gələnlər, yəni sonra köçənlər. Siz patrislərlə aristokratları, plebeylərlə də demosu bir-birinə müqayisə edə bilərsiniz. Xüsusən də plebeylərlə demosun çox ortaq cəhətləri var. Ona görə də diqqət edin, yəni oxşarlığa düşə bilər. Gəlin baxaq, patrislər dediyimiz kimi yerli əhalidirlər, əhalinin yuxarı təbəqəsini təşkil edirlər. Dövlət vəzifələrində, yuxarı vəzifələrdə əsasən onlar təşkil olunur. Plebeylər isə əhalinin aşağı təbəqəsini təşkil edir. Ölkə iki şəxs tərəfindən idarə olunur. Yəni, ölkəni iki şəxs idarə edir. Biri kimdir? Padişah. Biri kimdir? Senat. Senat, yəni Ağsaqqallar Şurası. Ağsaqqallar Şurası. Demək, Ağsaqqallar Şurası öz içlərindən bir nəfəri ömürlük padişah seçirlər və padişah dövlətin başında durmuş olur. Yəni bu formada. Hamısı bir-birindən əlaqəli olandır. Artıq padişahlıq dövründən əlavə heç nə yoxdur. Yəni sadəcə bunu öyrənirsiniz. Yəni Romanın əsas girişidir bura. Daha sonra biz keçirik Respublika dövrünə. İndi lövhəmizi təmizləyək və keçirik Respublika dövrünə. 509-cu ildə qaldırılmış üsyan nəticəsində sonuncu padişahımız hakimiyyətdən salınacaq və ölkədə Respublika idarə üsulu qurulacaq. Respublika idarə üsulunun tərkibində əsasən xalq iştirak edir. Yəni xalqın istəkləri və hüquqları Respublika üçün əsas olmalıdır. Xalq deyəndə bəs kimlər nəzərdə durur? Təbii ki də patrislər və plebeylər. Axı plebeylərin tam şəkildə hüququ yoxdur. Məhz buna görə də ölkədə mübarizə başlayacaq. 6-cı, 3-cü əsrlərdə ölkədə patrislərlə plebeylər arasında mübarizə başlayır və mübarizənin gedişatında plebeylərə müəyyən hüquqlar verilir. Bəs hansı hüquqlardır bunlar? Gəlin baxaq. Eradan əvvəl 5-ci əsrdə söhbət təbii ki də plebeylərdən gedir. Plebeylərə hansı hüquqlar veriləcək? 1-ci, 5-ci əsrdə xalq tribunu seçmə hüququ veriləcək. Sonra eradan əvvəl 3-cü əsrdə patrislərlə plebeylər Respublika qarşısında, qanun qarşısında bərabər olacaqlar. Bərabərlik. Eradan əvvəl 3-cü əsrdə
artıq plebeylər də tam hüquqlu Roma vətəndaşı olacaq. Vətəndaşlayacaq elə. Yəni, patrislərlə plebeylər arasında gedən mübarizənin nəticəsində plebeylər öz hüquqlarını bəyan eləyə bildilər. Necə ki, demoslarla aristokratlarda mübarizə getmişdi və islahatlar keçirilib, demosa müəyyən hüquqlar verilmişdisə, patris və plebey müharibəsinin gedişatında da plebeylərə müəyyən hüquqlar verilir ki, hansı bu hüquqları da Eradan əvvəl 5-ci əsrdə ölkədə qanunlar veriləcək, 12 lövhə qanunları. 12 lövhə qanunları. Bu ilk qanunlar toplusudur. Bu 12 lövhə qanunları indinin özündə də qüvvədədir. Hansılardır bu? Bir şəxsin günahı sübuta yetirilməyibsə, o şəxs günahsız sayılır. Hakim qarşısına təqsirləndirilən şəxs özünün müdafiə hüququna malikdir. Yəni, hər kəsdə günahı varsa dindirilməlidir. Yəni, bu formada belə desək ki, bu 12 lövhə qanunlarında üstünlüklər vardır. Kamera sürücü biraz. Aha, daha sonra nələr gedir? İndi artıq başladıq biz Romanın işğalçılıq siyasətinə, işğallarına başlamağa. Görək Romada hansı işğalçılıq müharibələr var. Lövhəmizi təmizləyək və davam edək. Keçirik biz Roma işğallarına. Roma qoşunu adlanır legion, yəni sıralama forması adlanır legion. Onlar isə 4500 nəfərlik piyada qoşundan ibarətlər və dünya tarixində Romalıların işğalları xeyli əhəmiyyət daşıyır. Yəni indi baxaq Romalılar hansı əraziləri idarə edibdi, ardıcıllıqla baxaq, daha doğrusu işğal edibdi. 3-cü əsrin artıq ortalarından etibarən, eradan əvvəl 3-cü əsrin ortalarından etibarən Roma bütün İtaliyanı tabe etmişdi. Bütün İtaliyanı özünə tabe etmişdi. Senat tabe etdiyi xalqları hakimiyyət altında saxlamaq, onların birləşib hakimiyyətə qarşı çıxmaması üçün parçalama hökmranlıq et siyasətindən idarə edirdi. Yəni bir də təkrar edirəm. Senat hakimiyyəti altına aldıqları xalqların birləşib azadlıq mübarizəsinə qalxmamaları üçün parçala və hökmranlıq et siyasətindən istifadə edirdi. Bəs necə? Tabe etdiyi tayfaları bir-birinə qırdıraraq, aralarında ədavət salaraq onların birləşməsinə mane olurdu və bununla da parçalı və hökmranlıq et siyasətini həyata keçirirdilər. Növbəti bizim danışacağımız işğalımız Pun müharibələridir. Pun müharibələri. Eradan əvvəl 264-146-cı illəri əhatə edən bu müharibə Afrikada yaşayan Finikiyalılarla Roma arasında olub. Pun nə deməkdir? Finikiyalı deməkdir. Yəni Afrikada yaşayan Finikiyalılarla Roma arasında olub. Müharibəmizin səbəbi Siciliya adası uğrundakı mübarizədir. Demək səbəbi nədir? Əsas Siciliya adası uğrundakı mübarizə. Nəticədə nə baş verəcək Pun müharibələrinin nəticəsində? Dedik kimlər arasındadır? Punlar, yəni Afrikada yaşayan Finikiyalılar və Roma. Nəticədə Roma qalib gələcək, Punlar isə məğlub olacaq. Siciliya, Sardiniya, Korsika adaları veriləcək Romaya, həmçinin Punda olacaq Romanın əyaləti. Yəni bununla da Romanın əraziləri də genişlənəcək. Roma bu hadisədən sonra öz işğalçılıqlarına davam elətdirir və Misir üzərinə, Suriya üzərinə hücumlar edir. Xüsusən yadda saxlayın, 146-cı ildə eradan əvvəl Yunan şəhər dövlətlərini özünə tabe edir və dövlətin sərhədlərini xeyli genişləndirir. Bütün bu işğallar nəticəsində ölkəyə qulların gətirilməsi təbii ki də artmışdı və ölkədə qulları alətlər, danışan əmək alətləri adlandırırdılar. Danışan əmək alətləri. Aləti bərabərdir, yəni ki, qul deməkdir. Qullardan danışmışkən, gəlin qladiatorlardan da danışaq. Qladiatorlar demək, Romalılar öz işğallarını həyata keçirdikdən sonra gətirdikləri qulların içərisindən görkəmcə iri olanları, döyüşə biləcək olanları xüsusi məktəblərdə tərbiyə edərək onları qladiator adlandırırdılar. Qladiatorların sadəcə bircə dənə vəzifə səlahiyyəti var ki, döyüşüb ya ölməlidirlər, ya qalmalıdırlar və əhalini belə desək ki, ya güldürəcəklər, ya ağladacaqlar. Arena adlanan böyük stadionlarda onları döyüşdürürdülər və məğlub olan qladiatorun talehinə xalq qərar verirdi. Əgər bu formada etsələr barmaqlarını, o zaman məğlub qladiator yaşayırdı. Yox, bu formada etsələr, o zaman qalib gələn qladiator məğlub olan qladiatoru öldürmək məcburiyyətində idi. Bütün bunlar təbii ki də qladiatorların həyatını təhlükəyə atırdı və belə bir vaxtda qladiatorlardan biri olan Spartak bundan bezərək üsyan qaldıracaq və hardan yazaq? Buradan. Biraz qarşı olacaq. Spartak, yəni quldur Spartak. 74 eradan əvvəl 71-ci illərdə Spartak qulların
öz yanına yığaraq üsyan qaldıracaq. Qladiator üsyanıdır və onlar Vezuvi dağının başına yığışacaqlar ki, üsyanını qalib gələ bilsinlər və bu üsyanı yatırmaq üçün Kras birinci türklər demiş görevləndirilir ki, bu üsyan yatırılsın. Sonra isə Krasa kömək üçün Pompey gəlir. Bu arada Spartak da istəyir ki, Siciliya adasına keçsin. Lakin quldurlar onu alladırlar. Çünki quldurlar deyir ki, bizə bir qədər məbləğ verin və siz Siciliya adasına keçirək. Spartak bu məbləği verməsinə baxmayaraq Spartakı adaya keçirmirlər və Spartak Pompey ilə Krasın əlinə keçir. Spartak öldürülür və bu üsyanda yatırılır. Bəs bundan sonra Romada nələr baş verir? Romanın tərkibində təbii ki də necə deyirlər, bərabərsizlik var, əhaliyə qarşı zülm var, yoxsulluq var. Bütün bu yoxsullara qarşı ölkədə müəyyən islahatlar keçiriləcək. İndi lövhəni təmizləyirəm və keçirik həmən islahatlara. Yoxsul vətəndaşların daha da yoxsullaşması, mübarizələrin, müharibələrin nəticəsində təbii ki də əhali daha çox yoxsullaşmışdı. Belə bir yoxsullaşmada tribun seçilən Qayqıraq və Tiberi Qıraq adında iki qardaş ölkədə torpaq islahatı keçirir. Birinci eradan əvvəl 133-cü ildə Tiberi Qıraq, sonra isə eradan əvvəl 123-cü ildə Qayqıraq islahatlar keçirir. Yadımızda saxlamaq üçün nə edə bilərik? Məsələn, 133 böyük bir rəqəmdir də, daha böyükdür. Tiberi sözü də daha belə hərf sayına qədər böyükdür da. Ona görə yadınızda saxlaya bilərsiniz. 133 böyük rəqəmdə adı da çox olan, birinci olan islahat keçirir. Çünki çoxlarımız qarışdırırıq, birinci Tiberidir yoxsa Qay. Ona görə diqqət eləyək. İslahatın mahiyyəti. Birinci Tiberi Qıraqın islahatlarından danışaq. Tiberi Qıraqın islahatlarına görə hər bir varlının 250 hektardan artıq torpağı olmamalı idi. Birə yazaq elə 250 hektar. Əgər məsələni mənim 270 hektar torpağım varsa, bunun 20'sini alıb yoxsul kəndliyə verməliydim. Yəni artıq qalanı kəndliyə verirəm. Artıq qalan kəndliyə gedir. Və üçüncü qayda. O kəndliyə verdiyimiz torpağı onun əlindən ala bilməzdik. O torpaq alınıb satıla bilməzdi. Alınmaz, satılmaz. Təbii ki də bütün bunlar yuxarı zümrənin xoşuna gəlməz ki, kim istəyər ki, torpağın əlindən alsınlar, başqa birinə versinlər. Ona görə də Tiberini öldürəcəklər və onun islahatlarını qardaşı Qay davam elətdirəcək. Həmən ki, variantları yadımızda saxlayırıq. 250 hektardan artıq torpaq olmaz. Əgər varsa artıq alınır, kəndliyə verilir və həmin verilən torpağın alqısı, satqısı qadağandır. Bircə dənə Qayqıraqda əlavə var ki, nədir o da? Dövlətin taxıl ambarlarında olan taxıl ucuz qiymətə əhaliyə verilməlidir. Taxıl ucuz yazıram. Təbii ki də bütün bunlar yenə də yuxarı zümrənin və dövlətin xoşuna gəlməyəcək. Ona görə də 123-cü ildə Qayqırağı da öldürüb Tiber çayına atırlar və Qıraq qardaşlarının islahatları bundan sonra ləğv olunur və yarımçıq qalır. Yəni bu formada. Bundan sonraki dövrdə artıq Romanın vəziyyəti bir qədər ağırlaşır. Çünki ölkədə yavaş-yavaş Respublika dövrünün tənəzzülünə doğru gedirlər və ölkədə vətəndaş müharibələri başlayır. İndi isə lövhəni təmizləyək və keçək Romanın yerdə qalan hissəsi. Bütün bu müharibələr, qulların üsyanları və s. artıq ölkədə hakimiyyət dəyişikliyinə gətirir, çıxarır və 1-ci yüzillikdən etibarən sərkərdələr arasında mübarizə başlayır ki, dövləti vahid şəkildə əldə edə bilsinlər. Hansı sərkərdələrdir bunlar? Biri Krasdır, biri Pompey'dir. Atropatin Albaniya dərsini oxuyub bura gələnlər və ya YouTube videosunu izləyib bura gələnlər həm Krası bilir, həm Pompey'i bilir. Və onlar hakimiyyət uğrunda mübarizə aparırlar. Və bu mübarizədə Yuli Sezar qalib gəlir. Nə adiyyatı? Yəni, Krasla Pompey mübarizə apardı. Yuli hardan çıxdı? O necə deyirdilər? Kimə niyyət, kimə qismət? O formada. Bir də bir ayı ilə bir tülkünün nəysə bir şeiri vardı. Ovluyurlar, axırda tülkü gəlir, heç nə etməmiş, o şikarı götürüb gedir. Bu da onun bir tayıdır. Krasla Pompey mübarizə aparır, lakin Yuli Sezar özünü senat seçir və Qaliliyada özünü canişin təyin edir. Lakin həmənki dövrdə Qaliliyanın sadəcə bir hissəsi Romanın əlindədir. Yəni bütün Qaliliya Romanın əlində deyil. Yuli Sezar ora getdikdən sonra bütün Qaliliyanı ölkəyə tabe eləyəcək. Bütün Qaliliya. Sonra isə püşk atılmışdır deyərək qəfildən, yəni püşk atılmışdır ifadəsi Yuli Sezara aiddir. Atılmışdır deyərək Roma üzərinə hücum edir. Romaya hücum.
Bu birbaşa bilirsiniz ki çevrilişdir. Çünki dövlətin senatı dövlətə qarşı qiyam qaldırır, çevriliş edir. Bu isə birbaşa o deməkdir ki, çevrilişdir. Və Yuli Sezarın qarşısında Krasnan Pompey dayanır. Yuli Sezar belə desək ki, onları məğlub edir və öz diktaturasını qurur. Eradan əvvəl 49-cu, 44-cü illər Romada diktatura dövrüdür. Sezarın diktaturası. Diktatura. Sezar ömürlük diktator seçilir və dövləti diktatura formasında idarə eləməyə başlayır. Yəni, hər şey, bütün hakimiyyət sadəcə bir nəfərin əlində cəmləşib. Bu nə deməkdir? Monarxiya idarə quruluşu deməkdir. Və diktator rejiminin daha yumuşaq forması olan monarxiya idarə quruluşunu idarə etmə sisteminə gətirmək istəməsi məhz Yuli Sezarın sonu olur. Və o, çıxışı zamanı 23 dənə xəncər yarası alaraq onu dinləyənlər tərəfindən öldürülür və bu ölümün içərisində onun ən yaxın dostlarından biri olan Brut da olmuşdu və Yuli Sezarı bundan sonra öldürürlər. Yuli Sezarın ölümündən sonra ölkədə vətəndaş müharibəsi dayanmır və vətəndaş müharibəsi daha da genişləyir. Baxaq, Yuli Sezarı 44-cü ildə öldürdülər və bu 44-cü ildə ölməyindən sonra onun varisi olan Oktavian, bir də onun köməkçisi olan Antoni arasında mübarizə baş verir. Yəni bunu silək, davam edək. Dedik kim arasında? Onun varisi olan Oktavian, bir də onun köməkçisi olan Antoni arasında mübarizə gedir. Mübarizə getmir, daha doğrusu olur, razılaşırlar ki, gəl ölkəni iki hissəyə bölək və ikimizi idarə edək. Demək ki, yəni birinci Oktaviana baxaq. Oktavian ölkənin hansı hissəsini idarə edir? Oktavian ölkənin qərbini idarə edir. Antoni isə Misir kraliçası olan dünyanın ən gözəl qadınlarından biri hesabına Kleopatra ilə evlənərək ölkənin şərq hissəsini idarə edir. Lakin bir müddətdən sonra təbii ki, iki hissəyə bölünən bir dövlətin axırı yoxdur və mübarizə aparırlar bir-birləri ilə ki, biri hakimiyyətdə olsun, yəni vahid halda ölkəni birləşdirsin və bu hakimiyyət sonunda tərəflər arasında eradan əvvəl 31-ci ildə Aksi döyüşü baş verəcək. Aksi döyüşündə nə olacaq? Antoni məğlub olacaq, Oktavian qalib gələcək. Antoni isə bu döyüşdən sonra ölür və burada bir çox əfsanələr var ki, Kleopatra ilə Antoni sevgisi haqqında və s. Onu danışıb video müddətini uzatmayacağım. Və Aksi döyüşündən sonra Oktavian qalib gəlib, eradan əvvəl 30-cu ildə də Misir ərazisini özünə tabe edir, yəni ölkənin şərqini Misir özünə tabe edir və artıq vahid halda ölkəni öz ərazisində birləşdirir. Əvvəllər biz 30-cu ildə elə deyirdik ki, imperiya dövrü qurulur, amma artıq 3 il sonra deyirik ki, imperiya dövrü qurulur. Burada artıq Antoni öldürüldü, Oktavian təkcə qalıb imperator. Eradan əvvəl 27-ci ildə Oktavian özünə imperator titulu götürəcək və ölkədə respublika quruluşu süqut edib imperiya dövrü yaranacaq və Oktavian dövlətin ilk imperatoru olacaq. Ona həmçinin Avqust təxəllüsünü verirlər. İndiki Avqust ayda onun adına bağlıdır. Bu arada iyul ayda Yuli Sezarın adı ilə bağlıydı və Oktavian dövründə ölkənin sərhədləri genişlənəcək. Onsuz da genişlənmişdi, daha çox genişlənəcək. Oktaviandan sonra hakimiyyətə Mark Trayan gələcək. Mark Trayan 115 eramızın 117-ci illərdə öz yürüşlərini davam elətdirəcək. O Parfiya üzərinə, Asiya üzərinə hücumlar eləyəcək və dövlətin sərhədlərini genişləndirəcək. İndi isə gələk yavaş-yavaş dövlətimizin süqutuna, görək dövlətimizin süqutu necə olacaq. Konstantin, İmperator Konstantinin dövründə bir çox hadisələr baş verəcək. Konstantin. Nə edəcək Konstantin? 313-cü ildə xristiyanlara açıq ibadət hüququ verəcək. Xristiyan. Buna biz deyirik ki, Milen fərmanı. Milen fərmanı ilə xristiyanlara açıq ibadət hüququ veriləcək. 330-cu ildə paytaxtı Vizantiya şəhərinə köçürəcək. Yəni dövlətin sərhədləri xeyli genişlənəcək. Lakin bütün bu hadisələr bəs etmirmiş kimi ölkə bir də iki hissəyə parçalanacaq. 395-ci ildə buraya bir qədim Roma iki hissəyə parçalanacaq. 395-ci ildən 476-cı ilə qədər mövcud olacaq Qərbi Roma. 395-ci ildən 1453-cü ilə qədər mövcud olacaq Şərqi Roma. Yəni bizim tarixdə digər adı ilə bildiyimiz Bizans imperiyası.
Yəni sizə topludanmı, imtahandanmı sual düşərsə qədim Roma 395-ci ilə qədər, 753-dən 395-ci ilə qədər olan dövrü götürürsünüz. Artıq şərqi, qərbi ifadələri varsa bildiniz ki, qərbi 395-476 da, şərqi isə 395-1453-cü illərdir. Qərbi Roma imperiyasının süqutu ilə German tayfalarından olan Vandallar onun hakimiyyətinə son qoyulacaq və Qərbi Roma imperiyasının süqutu ilə dünyanın qədim dünya tarixi başa çatır və artıq biz orta əsrlər dövrünə qədəm qoyuruq. Bundan əlavə Rom üzərinə həm Hunların yürüşlərini görürük, həm Vandalların yürüşlərini görürük, Oskotlar və Veskotların hücumlarını görürük və s.